Ev və yaşayış, kirayə qiymətləri şəhərdən şəhərə dəyişir. Kopenhagen və Aarhus bahalıdır. Odense və digər şəhərlər daha əlverişlidir. Ev tapmaq üçün bolikportal.dk və ya lejebolik.dk saytları istifadə olunur. Azərbaycanlı və türk təcrübələri. Gəlin orada yaşayan Azərbaycanlı və türklərin təcrübələrindən danışaq. Danimarkada yaşayan Azərbaycanlılar və türklər deyirlər ki, insanlar sakit və nəzakətlidir, amma dostluq uzun müddətli və səmimidir. Əvvəlcə sosial inteqrasiya çətin görünə bilər. Amma uyğunlaşdıqdan sonra həyat çox rahat və xoşdur. Qaranlıq və soyuq qış günlərinə alışmaq vacibdir. Lakin Higgə fəlsəfəsi bunu rahat keçirir. Gündəlik büdcə və yaşayış xərcləri. Danimarkada yaşam xərcləri nisbətən yüksəkdir.